Klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər artıq tarix olub, zamanın sınağından çıxıb. Buna baxmayaraq hələ də müasir cəmiyyətdə auditoriyasını qoruyub saxlayıb, sevilir və dinlənir. Klassik musiqi anlayışı baxımından 20-ci əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkədə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur. Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisinin səviyyəsinə qalxmışlar. Professional klassik musiqinin banisi dahi bəstəkar Üzeyir Hacıbəyov hesab olunur. 30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapnozu genişlənir. Yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri neoklassizm, dodekafoniya, seriya texnikası, milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurla ilk növbədə 3 dahi sənətkarım, Qara Qarayev, Fikrət Əmrov və Niyazinin yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşdür. Cəvahirləl Nehru, Bela Bartok adına medal və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük diriyorları sırasına daxildir. 30-cu 40-cı illərdə Azərbaycan musiqisində Səid Rüstəmov və Tofiq Quliyev kimi mahir klassik musiqi bəstəkarları yetişmişdir. Səid Rüstəmovun Alagöz, Qurban adına, Gəlmədin, Sürəyya, Oxutar və s. Tofiq Quliyevin Azərbaycan xalq musiqisi ənənələrindən, habelə Avropanın estrada və caz musiqisindən qidalanmış Səmdə Qalmaz, Qızıl Üzük, Bəxtəvər oldum, Bakı haqqında mahnı, Zübeydə və s. mahnıları Azərbaycan klassik musiqisinin gözəl nümunələridir. Rep 1970-ci illərin sonunda cücərən hip-hop ağacından günümüzə qədər böyüyən bir sənətdir. Rep haqqında yazılası çox söz var. Amma baş ağrısı olmaması üçün əsasları yazacağam. O illərdə DJ-lərin tutduqları ritim altında bir şeyi anons edərək yayılan sənətdir. Beləliklə rep iki eraya bölünür. Old School və New School. 1970-ci ildən 87-ci ilə qədər olan rep Old School-a aid edilir. 87-ci ildən bu günümüzə qədər gələn vaxt aynı isə New School repdir. 87-ci ildə NBA yaranması ilə New School-un repin ilk sondu, West Coast Sound yaranır. Old School rap ilə New School rap arasında çox böyük fərq var. Bir sözlə OSR-də olan soundlar, oynaq, şəm temaları əks etdirən rap erasıdır. NCR isə daha ağır, daha düşündürücü və hər yönü ilə OSR-dən fərqlənən bir eradır. Azərbaycanda rapin doğuşu 1970-ci illərdə Amerikada hip-hopun doğuşu ilə birlikdə gələn küləklər bütün çətinliklərə baxmayaraq yayılmağa başlayırdı. Rap az kütlələr tərəfindən çox da yaxşı qarşılanmırdı və bir çox tənqidlərə məruz qalırdı. Bütün musiqi mütəxəssisləri rap yolunu çox da gedə bilməyəcəyini deyirdilər. Onlara görə rap mədəniyyəti zəncilərin öz içlərində böyüyəcək və öz içlərində də yox olub gedəcəkdir. Lakin rap ağ musiqi olan roku kölgədə buraxmağı bacarmışdı və gedərək Avropada yayılmaya başlayırdı. Fransada, Almaniyada və sair Avropa ölkələrində öz kütlələrini qısa bir zamanda yığmağa bacarmışdı. Rap artıq sadəcə zənci musiqisi yox, dünya musiqisinə addım atacaq yeganə janr idi. Azərbaycanda rap küləkləri 90-cı illərdə əsməyə başlamışdı. SSR əsarətində yenində çıxmış bir ölkə üçün yepyeni bir janr halına gələn rap çox daha təntənə ilə qarşılanmışdı. 70 il Rus əsarətində qalan Azərbaycan müstəqilliyini yenincə əldə etmiş və o vaxta qədər TV-lər və radiolar Ruslarla bağlı yayınlar edilir. Nəhayət 90-cı illərdə Azərbaycanın milli qəhrəman kimi tanınan Çingiz Mustafayev Azərbaycanın repi tanınır. Bir çoxlarına görə Çingiz Mustafayev reper kimi bilinməsinə baxmayaraq Çingiz Mustafayevə reper adı yox, bir ilki gerçəkləşdirən, repi tanıdan, repi kütləyə təqdim edən şəxs kimi tanımlasaq
yanılmarıq. Nəticədə Azərbaycanda ilk disko klubun açılmasında çox böyük rolu olmuş və ilk diskoteka Çingiz Mustafayev sayəsində açılmışdır. O vaxtlar Bakı küçələrində səslənən zənci musiqi örnəklərindən Doktor Alban, Sınab və sair səslənirdi. Beləliklə, Çingiz Mustafayev ilk dəfə zənci musiqisini Azərbaycana gətirən şəxs kimi Azərbaycan rep tarixinə adını yazdırdı. INS TV-də keçirilən vətənpərvər musiqi yarışmasında qalib gələn Dəyirman adlı bir qrup ortaya çıxır. 4 nəfərdən ibarət Dəyirman qrupunun çıxış etdiyi ilk parça Azərbaycan adlanırdı. Milli musiqi ilə sintezləşmiş bu parça Dəyirmanın yerini bu bazarda möhkəmləndirdi. Onun ardınca sözləri türk söz ustadı olan Ozan Arifə aid olan Ya Qarabağ, Ya Ölüm adlı şeiri repləşdirərək kütləyə təqdim edir. Və bu parça bomba kimi partlayış əldə edir və Dəyirman demək olar ki, hər kəs tərəfindən tanınır. Onun ardınca Elşad Xosi Həyat Dəyişilməzdir adlı albomunu çıxarır. Bu janra maraq göstərənlərin sayı hər keçən gün artmağa başlayır. 2000-ci ildə Anar Nağılbaz yeni bir proyektlə ortaya çıxır. Azəri Image Service adlanan bu proyekt bir çoxlarına vazgeçilməz fürsət olur. Nağılbazın başçılığı altında gerçəkləşdirilən bu layihə bir çoxları adlarına bu kütləyə çatdırılmağa çalışır. Bunlardan McRae, New Life, Qara Mehdi və başqaları istedadlarını göstərirlər. Nəticədə Azərbaycanda ilk qadın MC olaraq tarixə keçən McRae məhz Azəri Image Service layihəsindən çıxır və ilk qadın MC ünvanı qazanır. Gördüyü işlərə repin sadəcə oğlanlar üçün yaranmadığını isbatlayır. Dirəyi çox da güclü olmayan AIM proyektindən çıxanlar bir çox rep partiləri təşkil edirlər və bu proyekt sona çatır. 2000-ci illərdə Repressiya Klan adlı bir rep birlik yaranır və heç bir proyektdə yer almayan MC-ləri Albay, Şerif, Muri Ez, İslam Şirvani, Söz Quldurları özündə cəm edir. Azərbaycan rep kütləsinə underground anlayışını ilkinlərindən biri kimi tarix olur. Mətnlərdə siyasi tənqid kimi ağır tənqidlər də yer alırdı. Repressiya Klan sonlarında Azərbaycan gəncliyi gözünü açmaq həvəsi güdən bu parçalar efirlərdən uzaqlaşdırılırdı. Yeraltı tipli partilərlə rep kütləsinə açılırdı. Repressiya Klana görə söz məhdudiyyəti kimi dəyərləndirilirdi. Özlərinə edilən bütün bunlar Azərbaycan repi bir daha bir çox birliklərlə bu bazara açılır. East Pride Klan, Caspian Klan və s. Daha sonralar East Pride Klanla Repressiya Klan birlikdə bir çox proyektlərə imza ataraq bir çox yeraltı partiləri təşkil edir. East Pride Klanla Repressiyanın dostluğu rep kütlə üçün bir çox dəyərli şeylər edir və yeraltı kütlələr tərəfindən dəstəklənirdi. 2004-cü ildə Azərbaycanın bir TV kanalında Mən də Varam adlı rep müsabiqəsi keçirilir və istedadlar ortaya çıxmağa başlayır. Onların içindən çıxanların arasında Azərbaycanın repi üçün böyük şeylər edəcəklər arasında Uram da yer alır və qısa bir zamanda hər kəsin dinlədiyi MC olaraq yadda qalır. Müsabiqənin bitməsi ilə bir klip çıxarır. Hələ müsabiqənin bitməsinə bir həftə qalmış öz albomunu çıxarır. Hörmətlə Uram adlanan bu albom kütlə tərəfindən bəyənilir. Caspian Klan'a aid olan MC Uran özünü bu işdə isbatlamış olur. Azərbaycanda rep artıq yayılır və bu işə maraq göstərənlərin sayı artır. TV-lərdə Azəri rep kliplər yayımlanır, radiolarda rep verilişlər açılır və səsləndirilir. Azərbaycanın bir nömrəsi 1930-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı Dövlət Cazı adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulmuşdur. Ansamblın ilk tərkibi 3 trombon, eyni sayda trubo, 5 saksafon, royal, gitara və zərb alətlərindən ibarət idi. Orkestrin ilk konsert proqramından klassik cazla eyni səviyyədə Niyazinin, Tofiq Quliyevin pyesləri də daxildir. 1941-1945-ci illərdə və 2-ci Dünya Müharibəsi qurtarandan sonra dövlət cazının rəhbəri Rauf Hacıyev olmuşdur. 1950-ci illərdə Azərbaycan cazı ifaçılığında ən önəmli yerlərdən birini saksafonçu və cazmen Pərviz Rüstəmbəy olmuşdur.
Sovet Benni Kudurmenni adlandırılan Rüstəm bəy əvvəlcə Krasnoy Vostok kinoteatrında, sonralar isə Nizami kinoteatrında öz caz orkestrini yaratmışdır. 1950-ci illərdə SSR-nin qərb əleyhinə yönəlmiş təbliğatlarını ölkədə Rus musiqi janrının inkişafına güclü ziyan vurdu. Ancaq bütün bu qadağalara baxmayaraq bu musiqinin pərəstişkarları bir yerə toplaşır, qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa etməyə cəhd edirdilər. Bakıda caz orkestrinin populyarlığının zirvəsi 1950-60-cı illərinə təsadüf etmişdir. Bakının 2-3 restoranında səslənən sadə foxtrot sədaları arasında swing musiqisi şəhərin salonlarına, kinoteatrlara, tələb rəqs meydançalarına yol tapdı. Həmin dövrdə caz musiqisini estrada adı altında pərdələyərək Moskvanın çox saylı konsert və teatr salonlarında geniş istifadə edirdilər. Tofiq Əhmədov da cazla belə üstəörtülü hala məşğul olmaq məcburiyyətinə qalmışdır. O axşamlar qrup orkestrində çalışırdı. Alt saksafonda nurlu ifadəsi ilə dinləyicilərin zövqünü oxşayırdı. 1950-ci illərin əvvəlində, 1960-cı illərin sonuna qədər Bakının caz həyatının mərkəzi Azərbaycan Neft Kimya İnstitutunda keçirilən tələbə gecələri idi. Azərbaycan cazının bütün sənətçiləri buraya toplaşır. Hər il yaz axşamlarının birində Azərbaycan caz kollektivləri Azərbaycan Neft Kimya İnstitutuna akt zalına çıxış edirdi. 1960-cı illərdə Qara Qarayev, Niyazi Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlayır. Bundan əlavə Azərbaycanda Qaya, Rafiq Babayevin kvarteti yaranır və nəhayət Vaqif Mustafazadə dövrü başlanır. Vaqif Mustafazadənin şərq muğamını qərb dinləyicisi üçün anlaşılan dildə, yəni caz dilində təqdim edir. Yurdumun dinləyiciləri üçün isə caz doğma muğam dilində səslənirdi. 1970-ci illərdə Bakılı caz musiqiçilərin bəziləri xarici ölkələrə müraciət etdi. Lakin yeni ideyalara zəngin olan yeni cazmen yetişməkdə idi. Həmin dövrdə Azərbaycan cazı əsl tərəqqi dövrü yaşayır, onun aurası genişlənirdi. 1970-ci illərdə 40-cı illərin əvvəllərində Qızıl Payız festivalları Vaqif Mustafayev xatirəsinə nəsr etmiş, Bakı 83 festivalı və digər tədbirlər keçirildi. Həmin dövrdə Qaya ilə yanaşı Bakının işıqları, Biz Bakıdanıq, Bakı gülür və oxuyur, Bakı sizinlədir və başqa caz kollektivləri çox populyar idi. 1970-ci və 80-ci illərdə Bakıda caz orkestri vardı. 1979-cu ildə Vaqif Mustafazadənin ölümündən sonra onun işini qızı Əzizə Mustafazadə davam etdirmişdir. 2000-ci illərdə Bakı Beynəlxalq Caz Festivalı və Qəbələ Musiqi Festivalı kimi caz festivalı Azərbaycan cazının inkişafında müsbət dönüş yaratdı. 2000-ci il 21 mayda Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəklənməsi məqsədi ilə Bakı Caz Mərkəzi yaradıldı. 2007-ci ildə Şahin Növrəsili İsveçrənin Montreux şəhərində keçirilən 41-ci Beynəlxalq Caz Festivalında ikinci yeri tutmuşdur. 2009-cu ildə Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Azərbaycan cazının dünyada özünə məxsusluğu ilə fərqləndiyini, bu fərqin də bilavasitə muğamla bağlı olduğunu söyləyib. Azərbaycan cazının dünyada öz yeri var. Vaqif Mustafazadə bunun möhrünü vurdu və hazırda gənc ifaçılarımız İfsar Sarabski, Emil Əfrəsiyaboğlu, Şahin Növrəsili bu ənənəni davam etdirdi. 2010-cu il 18 iyulda İsveçrədə Sarabski Montreux Caz Festivalında İfsar Sarabski Bosendorfer solo piano müsabiqəsinin qalibi oldu. 2011-ci ildə Emil Əfrəsiyab Montreux Caz Festivalında mükafata layiq görülmüşdür. Məşhur caz musiqiçiləri bunlardır: Cavan Zeynallı, Cəmil Əmirov, Eliza Mustafazadə, Emira Ələkbərzadə, Əminə Fiqarova, Əzizə Mustafazadə, Rauf Huriyev, Teymur Mirzəyev, Vaqif Sadıqov, Tofiq Sücətdinov, Teymur Mirzəyev.
Azərbaycan pop musiqisinin yaranması 20-ci əsrin ortalarına təsadüf edir. 1970-ci illərdə musiqiçilər yeni nəsil artması Azərbaycan pop musiqisinin qızıl dövrünə müsbət təsir etmişdi. Həmin dövrdə Mirzə Babayev, Flora Kərimova, Şövkət Ələkbərova, Oktay Ağayev kimi klassik pop sənətçiləri böyük uğurlar əldə etmişdi. Müasir Azərbaycan pop musiqisi ənənəvi Azərbaycan xalq musiqisindən öz köklərini götürür. Pop musiqi termini iki mənada işlənir. Geniş mənada bu bütün kütləvi musiqi növlərini rock, elektron musiqi, caz, blues və sair nəzərdə tutur. Dar mənada isə populyar musiqinin müəyyən özünə məxsus xüsusiyyətlərə malik ayrıca növüdür. 2010-cu illərdə qloballaşmanın təsiri nəticəsində dance pop, synth pop, elektro-hop, 1980-cı illərində başlayan rəqs, elektronika və pop musiqisinin digər formaları ilə yanaşı Azərbaycan pop musiqisinə təsir etmişdir. 2011-ci ildə Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi mahnı Azərbaycanın ilk qabiliyyəti olaraq Avroviziya tarixinə düşdü. Musiqinin tarixində müddət pop musiqisindən əvvəl 1926-cı ildə ifadə edildi. Ticari qeydə alınan musiqi nisbətən qısa və sadə sevgi mahnılarından ibarət olmaq pop musiqi kimi tanınır. Bu rock-n-roll stili ilə əlaqələndirilir. Mövcud mövzularda yeni dəyişmələri istehsal etmək üçün texnoloji innovasiyalardan istifadə edən gənclik bazarı üçün tez-tez biçilir. Müddət pop musiqisinin geniş auditoriyaya müraciət edən konsertləri və ya qeyri-klassik musiqini güman etmiş 1950-ci illərdə Orta Britaniyada çıxdığı pop musiqi tarixi dövlətləri adətən mahnıların formada Beatles, Rolling Stones, ABBA kimi belə artistlər tərəfindən yerinə yetirilən və s. Əgər siz 80-ın pop musiqi tarixindən keçirsinizsə, siz fikir verəcəksiniz ki, pop musiqi onun inkişafı boyu populyar musiqinin əksər başqa janrlarının təsiri altında olmuşdur. Pop musiqi cazdan və rock musiqisindən, İncil musiqisindən və ürək musiqisindən vokal harmoniyası, instrumentovkanı qaldırıldı. Rəqs musiqisindən, elektron musiqisindən dəstək həssas balladalardan, tempdən formalaşdı və repdən keçidləri danışdı. 1950-ci illərdə televiziya təqdim edildi və pop ulduzların vizual iştirakı daha çox məşhurluğa əldə etməyə kömək etdi. 1960-cı illərdə ucuz portativ tranzistor radioları təqdim edildi ki, hansı ki evdən xaricində musiqiyə qulaq asmağa, yeniyetmələrə kömək etdi. 1980-cı illərdə MTV-nin elə güclü vizual müraciətə malik olmuş Michael Jackson, Şahzadə və Madonna kimi artistləri bəyəndi. Mikrofonun geniş yayılmış istifadəsi çox çağırlı qeydiyyat rəqəmli nümunə pop musiqisini artan məşhurluğuna görə məsuliyyət daşıyan başqa texnoloji innovasiyalar idi. Baxmayaraq ki, pop musiqi sənaye hakimiyyətində Amerikan musiqisinin olmuşdu. Əksər regionlar və ölkələr onların pop musiqisinin öz formalarına malikdirlər. 1980-cı illərdə video texnikası təqdim edildi və pop albomları daha populyar hələ də oldu. Amerika pop musiqi tarixi 1960-cı illərdə fakt haqqında informasiyanı bizə verir və 70-lər bir neçə yeni stilin inkişafı Amerikan populyar musiqisində bir neçə vacib dəyişikliyi gördü. Məsələn, heavy, metal, punk, ürək və omba daxil olmaqla tullanır. Rockda elektron musiqi alətlərindən istifadə, öz yaratdıqları musiqini ifa etməklə kifayətlənmə ikinci dərəcəlidir və bəzən yanlış fikirlərə gətirib çıxarır. Buna görə də bəzi musiqi növlərinin rocka məxsusluğu sual altındadır. Rock həmçinin subkultur, dəb növləri, hippilər, punklar, qotlar kimi subkulturlar, rockun müəyyən janrları ilə sıx bağlıdır. Rockun yüngül rock'n'rolldan tutmuş da aqressiv grindcore-a qədər bir çox axınları var. Mahnılar yüngül və sərbəst, dərin və filosofi mövzulardan danışa bilir. Bəzən rock pop musiqisi ilə qarşı-qarşıya qoyulur. Əslində rock və pop anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasındadır. Rockun kökləri içindən ilk rock janrları rock'n'roll və rockabilinin də çıxdığı bluesdan başlayır. Rockun ilk alt janrları o zamanlar folk, country, skiffle kimi xalq və estrada musiqisi ilə sıx əlaqədə yaranırdı. Mövcud olduğu müddətdə roku ağla gələn hər musiqi növü ilə qatmaq cəhdi olub. Bunlardan akademik musiqi, latın musiqisi, hindu musiqisini göstərmək olar. 60-70-ci illərdə rock musiqisinin ən böyük alt janrları yarandı. Bunlara yuxarıda adları sadalananlardan əlavə metal,
punk rock, rock avantgard da daxildir. 80-ci illərdə isə post-punk, yeni dalğa alternativ rock, hardcore, metalın alt janrları olan thrash metal, death metal, black metal, grindcore yarandı. 90-larda grunge, britpop, alternativ metal çox populyar idi. Rockun əsas inkişaf mərkəzləri ABŞ və Qərbi Avropadır. Böyük Britaniya rock-sevərliyinə görə Avropada ön pillədədir. Mahnılar əsasən ingilis dilində yazılır. Elektrikli gitaranı ilk istifadə edən blues musiqiçisi Bon Walker'dir. Özünə xas texnikası ilə özündən sonrakı King, Freddie King, Buddy Guy kimi gitara sehbazlarına təsir etməyi bacaran Walker, rocka keçid mərhələsində çox əhəmiyyətli bir rol oynamışdır. 1960-cı illərin sonu dünyada gənclik hərəkatları olaraq xarakterizə edə biləcəyimiz bir üsyanın yüksək səviyyəyə çatdığı illərdir. Get-gedə böyüyən nüvə müharibələri hədəsi, Amerikanın Vyetnama amansızca döyüşə sövq etməsi, bir çox Vyetnamlının və Amerikalının bu döyüşdə ölməsi, çarxları hərəkətə keçirmiş, çiçək gücü hərəkəti belə bir mühitdə ortaya çıxmışdır. Artıq rock musiqisi dünyaya qlobal problemlərin çatdırılması vəzifəsini öz üzərinə götürmüşdür. Məşhur döyüşmə seviş şüarı bu hərəkətin bir məhsuludur. Çiçək gücünü yaradanların əksəriyyəti orta sinif ağ gənclərdir. Bu insanlar hippi olaraq adlandırılmışlar. Ümumiyyətlə o dövrlərdə bu hərəkat harada olmağından asılı olmayaraq bütün rock qruplarından dəstək almışdır. Bu illərdə şərq dinlərinə olan maraq da artmış, hətta Beatles'ın üzvləri Hindistana tanınmış Hindu Maharishi Yogini ziyarətə getmişdilər. Rockdakı bu şərq ədəbi dili birlikdə musiqiçilərin və dinləyicilərin narkotik maddələri olan maraqları daha da artmış və xüsusilə LSD o zaman qadağan edilmədiyindən aspirin kimi çox istifadə edilirdi. Lakin çox qısa bir müddət içində çiçək uşağı olmağı da bir dəb halına gətirirlər və hərəkat demək olar ki, heç bir nəticəyə çata bilmədən sona çatır. Üstəlik hippilərin bəziləri zaman keçdikcə kobud rəftarı ilə bir nizam-intizam müdafiəçisi olurlar. Bunlara ən yaxşı nümunə ABŞ başçısı Bill Clinton'dur. 1960-70-ci illər rock tarixi baxımından çox müxtəlif və əhəmiyyətli qrupları daxilində saxlamışdır. Beatles, The Animals, The Doors, Rolling Stones, The Who kimi qruplar hamısı bu tarixlərdə yaranmışlar. 70-ci illər arasında qurulan Pink Floyd, Deep Purple, Led Zeppelin, Yes kimi qruplar da artıq mega rock qruplarıdır. Bu qruplar sayəsində rock heç olmadığı qədər məşhur olub, ciddi bir musiqi janrı kimi qarşılanmağa başlanmışdır. Rock musiqiçiləri özlərini klassik musiqi icraçıları kimi görmələri də bu dövrə təsadüf edir. O zamanların ən diqqət çəkən müzakirəsi rockun bir sənət növü olub olmadığıdır. 70-ci illərin ikinci yarısına gəlindiyində rock artıq val satışları və konsert gəlirləri ilə musiqi sənayesinin ən yaxşı dolanışıq qaynağını meydana gətirməkdədir. Rock musiqiçiləri milyonlarla dollarlıq elektronik alətlərə sahib idilər və hamısı çox zəngin olmuşdular. Bu mega rock qrupları nə edirsə etsin, satdığından ötəri val şirkətləri yenilərə heç şans verməməklə və ya şans versələr belə musiqilərini onlar kimi hazırlamaq şərti qoymuşdular. 90-cı illərə nəzər yetirsək, gözlənilən yeni rock anlayışı Amerikanın Seattle adlı şəhərindən gəlir. Bu şəhərdə qurulan qaraj qruplarının əvvəl Amerikaya, sonra bütün dünya açılması ilə birlikdə bir grunge cərəyanı yaşandı. Bugün The Strokes, White Stripes, Arctic Monkeys, Muse, Coldplay kimi qruplar sayəsində rock yenidən canlanmışdır. Blues musiqisi təxminən 1890-cı illərdə Birləşmiş Ştatların cənubunda zənci topluluğunda yarandı. Bu baxımdan bu musiqi Amerikan musiqisidir və təbii olaraq kökləri Afrika mədəniyyətinə uzansa da, birbaşa Avropadakı və yaxud Afrikadakı heç bir janrın qolu deyil. Blues musiqisinin formalaşmasında ilahələrin, dini ideyaların köləlik dövründə formalaşan xalq mahnılarının və kilsə musiqisinin təsiri olub. Blues kəlməsi melanxologiya, kədəri bildirən Blue Devils, mavi şeytanlardan gəlir. Ümumən, Blue kəlməsi Yelizaveta dövründən bəri depressiya və melanxologiya assosiya olunur. Köləlik dövründən zəncilərin çəkdiyi acıları daşıyan blues musiqisi əsasən qəmlidir. Xüsusilə bu dövrdə formalaşan şifahi mahnı mədəniyyətinin blues üzərində güclü təsiri var. Blues musiqisinin bir janr kimi Amerikan vətəndaş mühasibədən sonra Mississippi deltasında yarandı. Bu günə qədər ki, ən populyar blues musiqisi 12 ölçülüdür. Saksafonla çalınan blues parçaları cazı xatırladır. Ancaq gitara, harmonika və banjo Afrika mənşəli musiqi aləti 3 əsas musiqi instrumenti hesab olunur. Xüsusilə gitara blues musiqisinin klassik cazdan fərqləndirirdi. Bu musiqi növü bir çox müasir janrda da təsir etdi. Vaxt keçdikcə Rolling Stones, Zay Yardbirds kimi bluza əsaslanan ağdərli musiqi qrupları blues musiqisinin geniş ağdərli kütləyə də çatdırdı. Eric Clapton, Roy Buchanan kimi musiqiçilər də blues janrında möhtəşəm parçalar yaratdı. Robert Johnson,
tanınmış blues musiqiçisi Robert Conson Crossroad parçasını dinləyə bilərsiniz. Mississippi zənci musiqiçisi Conson cəmi 27 il ömür sürüb. Onun gitarasında ifa etdiyi blues parçaları o qədər təsirli idi ki, Consonun gitarasının yol ayrıcında şeytan tərəfindən kökləndiyi ilə bağlı əfsanələr yayıldı. Azərbaycan və onun Avropa və Asiyada olan keçmiş ərazilərində yaşamış bütün sivilizasiyaların fərqli mədəni dəyərlərini özündə birləşdirir. Onun unikal quruluşuna bir çətir altında regional fərqlər daxildir. Azərbaycan xalqının musiqi poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunmuşdur. Azərbaycan xalq mahnılarının elmi tədqiqi bu janrın yüzlərlə nümunələrini toplayıb nəşr etdirmək işi ilə sıx bağlıdır. Üzeyir Hacıbəyev və Müslüm Maqamayevin bu istiqamətdə göstərdikləri ilk təşəbbüs 1930-cu illərdə böyük səylə davam etdirilmişdir. Xalq musiqi nümunələrinin toplanılması sayəsində Bülbülün yaratdığı və rəhbərlik etdiyi elmi tədqiqat musiqi kabinetinin fəaliyyəti xüsusilə təqdirə layiqdir. Kabinetin işinə gənc bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov, Asif Zeynallı, Səid Rüstəmov, Tofiq Quliyev cəlb olundular və həm ekspedisiyalar zamanı, həm də stasionar şəraitdə xanəndələrin, sazəndələrin, aşıqların, zurna ifaçılarının repertuarından külli miqdarda xalq musiqi nümunələri və dastanlar yazıya köçürüldü. Azərbaycanın bir sıra zonalarına, habelə qonşu Ermənistan və Gürcüstanın Azərbaycanlılarla məskunlaşdırılmış rayonlarına təşkil olunan uzunmüddətli ekspedisiyalar olduqca səmərəli keçdi. 1930-cu illərdə həmçinin xalq musiqisi nümunələrinin nota yazılması və nəşri sayəsində təqdirə layiq işlər görüldü. 1938-ci ildə nəşr olunmuş 50 Azərbaycan el mahnıları məcmuəsinə Cabbar Qaryağdıoğlu'nun oxuduğu mahnılar daxil olmuşdursa, Əlvirdibəyovun təqdim etdiyi nümunələr daha sonralar nəşr olunmuş mahnı toplularında yer aldı. Hər iki sənətkar Qarabağ Oxuma Məktəbinin nümayəndələri olaraq sənətin sirlərinə dərindən bələd idilər. Eyni zamanda qeyd olunan məcmuələrdəki mahnı materiallarının nəzərdən keçirilməsi belə qənaətə gəlməyə əsas verir ki, onların arasında sırf xanəndələrə məxsus nümunələrlə yanaşı, o zamanlar xalq arasında şöhrət tapmış və həvəskarlar tərəfindən oxunan məişət mahnılarına da yer vermişdir. Bülbülün redaktorluğu ilə nəşr olmuş Azərbaycan xalq mahnıları məcmuəsinin hər iki cildində Səid Rüstəmovun nota aldığı nümunələr üstünlük təşkil etsələr də, burada görkəmli bəstəkarlar Fikrət Əmirov və Tofiq Quliyevin də əməyi qeyd olunmuşdur. Xüsusilə Əmirovun notlaşdırdığı mahnılar içərisində toy mərasimi nəğmələri öz məzmunu və ifa forması etibarı ilə lirik xanəndə mahnılarından seçilir. Arasında üslubi və eyni zamanda müxtəlif janrlı bənzərliklər də az deyildir. Lat intonasiya məzmunu və metroritmik quruluş mərasim və lirik məhəbbət mahnılarını birləşdirən ümumi cəhətdir. Misal, xoş gəldin, ay mübarək, toy mübarək olsun, ay yol açın, gəlin gəlir, aparmağa gəlmişik, almanı alma gəlin, xına yaxtı havası, eylən gələn. Digər tərəfdən Fikrət Əmirovun not yazısında təqdim olunmuş bir sıra janrlar xüsusi bir qrupda birləşir və bir qayda olaraq qadınların toy və nişan məclislərində oxunurlar. Autentik folklor və ya yeni xalqın doğmaca malı olan bu janrlar arxaik qatlara aiddir və buna görə də Anadolu ilə başqa türk ellərinin folkloru ilə bənzər xüsusiyyətlərə malikdir. Azərbaycan xalq mahnıları mövzu və məzmunun müxtəlifliyinə, musiqi və poetik dilin aydınlığına, rəngarəngliyinə görə bir neçə janr qrupuna ayrılır. Onlardan əmək mahnılarını, mərasim mahnılarını, məişət və tarixi mahnıları göstərmək olar. Əmək mahnıları xalq yaradıcılığının ən qədim janrıdır. Bu mahnılar arasında ən geniş yayılanları, maldarlığa həsr olunmuş sayacı mahnıları, əkinçiliklə məşğul olanlar arasında isə ən geniş yayılanlar holavar əmək mahnılarıdır. Əmək mahnılarına çoban avazı, tutu nənəm, sağım mahnısı, çiçək şumla yeri, şum nəğməsi və başqalarını misal gətirmək olar. Azərbaycanın Lənkəran, Masallı, Astara, Leyik karavanlarında oxunan əmək rəqs mahnılarını qadınlar kollektiv halda ifa edirlər. Həsiri basma dolan gəl, ha yordu yordu, aylolo və s. buna misaldır. Azərbaycan xalqının mahnı yaradıcılığının qədim növlərindən biri də mərasim mahnılarıdır. Xalqın bayram şənlikləri, toy və matəm mərasimləri adəti üzrə ənənəvi mahnılar isə müşayiət olunmuş və bu mahnıların bir çoxu bugünə kimi xalq arasında yaşamaqdadır. Bu cür mahnıları mövsüm və ənənəvi mahnı növlərinə ayırmaq olar. Qədim dövrlərdə yaranmış və mövsüm mərasimlərində oxunan günəşə, oda, yağışa və s. təbiət qüvvələrinə həsr edilmiş mahnılar bu qəbildəndir. Məsələn, günəş çıx çıx çıx, kəhər atı min çıx və yaxud yağış çağır, əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş, xalq oyun və tamaşa mərasimləri ənənəvi mərasim mahnıları ilə zəngin olub müşayiət edilərdi.
Bu mahnıların mətni isə xalq ədəbiyyatının ən geniş forması olan bayaqlar təşkil edirdi. Novruz bayramı zamanı oxunan mahnılar da ənənəvi mahnılardandır. Bunlar müxtəlif oyunlar və tonqal üstündən tullanma zamanı ifa edilir. Səməni ilə bağlı oxunur. Bunlardan Xıdır İlyas, Səməni, Kös-Kösa və başqalarını göstərmək olar. Dini mərasimlər və nəğmələr daha çox dini bayramlarla əlaqədar olurdu. Qurban bayramı, Aşura Peyğəmbərin ad günü, Ramazan bayramı və s. Bunların arasında ən çox yayılanı Ramazan bayramı ilə bağlı nəğmələrdir. Ramazan bayramını uşaqları böyük səbirsizliklə gözləyir və nəğmələrlə qarşılayırdılar. Məişət mahnıları da məzmununa, formasına və ifadə etdiyi hissələrə görə müxtəlif olaraq uşaq mahnılarına, yumorlu və satiralı mahnılara və lirik mahnılara bölünürlər. Uşaq mahnıları, xüsusilə də anaların uşaqlara oxuduqları beşik mahnıları öz tarixi etibarı ilə məişət mahnılarının ən qədim növüdür. Beşik mahnılarına ninnilər, laylalar və oxşamalar daxildir. Azərbaycanın maarifpərvər ziyalıları Həsən bəy Zərdabi, Firidun Köçərli, Rəşid bəy Əfəndiyev, Vəli Xuluflu, Ağalar bəy Əlvirdbəyov və başqaları xalqın mənəvi həyatında mahnıların tutduğu mühüm yeri dəfələrlə qeyd etmiş, böyüyən nəslin estetik tərbiyəsində onların çox böyük rola sahib olduqlarını nəzərə alaraq uşaqlar üçün nəğmə məcmuələri tərtib etmişdilər. Həmin məcmuələrdə Mirzə Ələkbər Sabir, Abbas Səhət, Məmməd Səhət Ordubadi kimi şairlərin sözlərinə qoyulmuş mahnılar əsasında təqdim olunurdu. Azərbaycan mətbuatının banisi, Əkinçi qəzetinin naşiri Həsən bəy Zardabi özünün Nəğmələrimiz adlı məqaləsində yazırdı. Bizim Qafqaz müsəlmanlarına hər bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz. Necə ki şeir ilə deyilən söz, elə də xüsusi nəğmələr ilə ki xoş soft ilə oxunur.